Bir əsrdən çoxdur ki, insanlar Titanikin batma səbəbini öyrənməyə çalışır. Hər kəs iceberg deyir. Filmlər Jack və Rose'u qəhrəman göstərir. Amma gerçək qəhrəmanlar bəzən görünməz qalanlardır. İndi Teymur sizə bütün detallar və elm analizlərlə Titanikin həqiqi hekayəsini göstərəcək. Hazırda gəminin sağ tərəfində, yəni İstanbul tərəfində dayanmışam və burada dayanmağa səbəb Titanic həmin gecə iceberglə toqquşduğu zaman məhz həmin bu tərəfdən toqquşdu və böyük güclə dağıldı. Altı su keçirilməz bölməsi tamamilə su ilə doldu və nəticədə 2 saat 30 dəqiqə sonra Atlantik okeanı buz qunuslarında batdı. Alimlərin və mühəndislərin hesablamalarına görə Titanic'in 4 su keçirilməz bölməsi tamamilə su ilə dolsa belə gəmi batmayacaqdı. Amma təəssüflər olsun ki, zədələr böyük idi və gəmi batdı. Ən maraqlısı odur ki, sənədi filmdə göstərilir ki, Titanic'i batan heç də böyük nəhəng dəliklər, yəni yarıqlar deyildi. Gəmini batan 5-ci və 6-cı su keçirilməz bölmədə yaranmış 2 A4 genişliyində olan dəliklər idi. Onlar gəmini batırdılar. Titanic batana qədər işıqları sönmədi. Bu bir möcüzə deyildi. Bunun arxasında görsənməyən qəhrəmanlar vardı və bu qəhrəmanların başında Joseph Bell, yəni baş mühəndis dururdu. Onun 25 nəfərlik mühəndis komandası qazanxanada qaldı və nasosları, həmçinin gəminin işıqlanma sistemini aktiv saxlamaları üçün öz həyatlarını gəmi üçün və şəxsi heyət üçün fəda etdilər. Onların heç biri xilas olmadı. Amma hamısı Titanic'in şərəfini qoruyaraq vəfat etdilər. Çünki yaxşı bilirdilər, yuxarıda hələ də insanlar var. Və o insanlar son ümid işığını məhz onların fədakarlığı sayəsində gördülər. Mən Ayxan Novruzov və həmkarım Teymur Əliyev. Növbəti videolarda eşidilməyə ümid edirəm.